İsmi Pünhan'a Mektuplar silsilesinden bir şiiri sizinle bölüşmek istedim. Ben seni sevirdim, sen de ki beni. Ne sen danışmadın, ne de ben dedim. İlahi bir qüvvə sanaraq səni öz eşkimi güdaza verdim. Sen həyalı oldun, mən də utancaq. Eşkimiz ürəkdə qurudu, qaldı, öpülməz sayıldı səndəki dodaq. Məni cəsarətim bugünə saldı. Eləcə yellərə verdi illəri, bundan əlimizə axı nə gəldi? Mənim öz əkdiyim sevgi şivləri, özgənin qəlbi bitdi, göyərdi. Çox zaman yuxuda görərdim səni. Onda nə utanar, nə çəkinərdim. Sadalardım ürəyimdən keçəni, tutquşu kimi dildir ötərdim. Gündüzlərsə axı nə danın düzü, yenə həmin oldum, dəyişilmədim. Yuxuda 100 dəfə dediyim sözün birini üzünə deyə bilmədim. Ürək dözərmi ki o acı dərdə? O gündən bugünə sızlar illər, bunu da atalar deyib yerində daldan atılan daş topuğa dəyər. İndi qayğılarım artıq mənim də, sən də ki oğullu, qızlı olmusan, yenə də səninlə hər görüşəndə mən kədərlənmişəm, sən də dolmusan. Qəlbim taleyimdən çoxdan küsübdür, indi özgə dərddə, özgə haydayam. Araya keçilməz bir çay düşübdü. Gülüm sən o tayda, mən bu taydayam. Gülüm sən o tayda, mən bu taydayam.